mərhəmətli və rəhimli Allahın adı ilə. Səndən yeni doğan aylar barəsində soruşurlar. De ki, bunlar insanlar və həcc üçün vaxt ölçüləridir. Evlərə arxa tərəfindən daxil olmağınız yaxşı əməl deyildir. Lakin yaxşı əməl sahibi Allahdan qorxan şəxsdir. Evlərə qapılarından daxil olun. Allahdan qorxun ki, bəlkə nicat tapasınız. Sizinlə vuruşanlara qarşı Allah yolunda siz də vuruşun və həddi aşmayın. Həqiqətən Allah həddi aşanları sevmir. Müşrikləri harada yaxalasanız, öldürün və sizi çıxartdıqları yerdən siz də onları çıxardın. Fitnə qətildən daha pisdir. Onlar sizə qarşı Məscid-ül Haramın yanında vuruşmayınca, siz də onlara qarşı orada vuruşmayın. Əgər sizinlə vuruşsalar, siz də onları öldürün. Kafirlərin cəzası belədir. Əgər onlar günah işlərə son qoysalar, əlbəttə ki, Allah bağışlayandır, rəhimlidir. Fitnə aradan qalxana qədər və din ancaq Allaha məxsus edilənədək onlara qarşı vuruşun. Əgər son qoysalar, bilin ki, düşmənçilik ancaq zalimlara qarşı olur. Haram ay, haram aya görədir. Haram olanları pozmağın cəzası qisas almaqdır. Kim sizə qarşı təcavüz etsə, siz də ona qarşı onun təcavüz etdiyi qədər təcavüz edin. Allahdan qorxun və bilin ki, Allah müttəqilərlədir. Malınızdan Allah yolunda xərcləyin və öz əllərinizlə özünüzü təhlükəyə atmayın. Yaxşılıq edin. Həqiqətən Allah yaxşılıq edənləri sevir.